Salam, hər vaxtınız xeyirli olsun. Bugün istədim Paşa bəylə sizi salamlayaq. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Vecində olmadığımı bilirəm, yaxşı gedə bilərsən artıq. Ümid edirəm ki, hər şey qaydasındadır. Bugün başqalarının hisslərini həddən artıq yaşamaqdan danışaq. Yəni, empatiyanı həddən artıq yaşayan insanlar. Hər şeyin bu həyatda bir son nöqtəsi var. Hər şeyin amma. Siz başqalarının mimikalarının, başqalarının məsuliyyətlərinin, başqalarının hərəkətlərinin, addımlarının məsuliyyətinin daşıyıcısı deyilsiniz. Başa düşürəm. Bu, uşaqlıqdan öyrəndiyimiz sinir sistemi ilə bağlı ola bilər. Yəni, siz elə bir mühitdə böyümüş ola bilərsiniz ki, emosional qeyri-stabillik var o mühitdə. Və siz davamlı olaraq həmin o dəyişən emosiyalarla o qədər ayaq uydurmağa çalışmışsınız ki, yox deyə bilməmişsiniz, insanlar rahat olsun deyə, ailə üzvləriniz rahat olsun deyə siz davamlı olaraq özünüzdən vermişsiniz, özünüzü dəyişdirmişsiniz. Onlar daha özlərini rahat hiss etsin deyə siz istəmədiyiniz şeyləri etmişsiniz. Bu da ki, edilə sizin bütününüz olubsa, böyüyəndə siz artıq həddən artıq empatiya quran bir insan olmağa başlayırsınız, yəni ifrat dərəcədə və siz başqalarının hisslərini daşıyan bir insan olmağa başlayırsınız. Videomuzun adının mənası elə budur. Yəni siz başqalarının konfliktinin cəzası gəlib sizdə partlayırsa, necə cəzası məsələn, o mənada deyirəm ki, özünüzü cəzalandırırsınız. Yəni başqasının dərdi olan bir şey siz özünüzə dərd edirsiniz. Əzizlərimizi sevmək, onların problemlərini bölüşmək, həll yollarını axtarıb tapmaq qəşəng bir şeydir. Dəyər verdiyimiz insanlara qarşı bu zaten olur. Amma nə vaxt ki, baxır sizin bunu düşünməyiniz, sizin bunun həll yolunu axtarmağınız qarşı tərəfin nə qədər vecinədir. Baxın, bu nöqtədə artıq müəyyən şeylər üzə çıxır. Çünki deyək ki, siz oturursunuz, dəqiqələrlə bir insanın, sevdiyiniz bir insanın probleminin həll yoluna görə çalışırsınız. Həll olsun da, yəni o yolu, bu yolu əlifələ eləyirsiniz. O da deyir ki, nə gözəl, haqlısan və s. Bir də baxırsınız ki, bu insan elə eyni palçıqan içərisində qalmağı seçir, eyni səhvləri eləyir, eyni dərdi hələ də yaşayır, özünə yaşatdırır çünki. Davranışlarında çünki dəyişən bir şey yoxdur. Olan yəni yenə siz oldu. Yəni yenə siz dərd etmiş oldunuz. Onun hisslərini özünüzə yükləmiş oldunuz. Məsuliyyəti o götürməliyikən siz götürdünüz məsəl üçün. Ya da ki, gördüyünüz, sevdiyiniz insanlardan bəziləri də ikisi, üçü dalaşır. Problemi var da. Onların dalaşarkən etməli olduqları doğru şeyləri siz onlar etmədiyi halda siz özünüz narahat olursunuz ki, bu niyə bunu eləmədi, bu niyə onu elədi, bu niyə bu hissədi görəsən, niyə bu məyusdur, məyus olmasın. İnsanların seçimləri ilə baş-başa buraxın. İcazə verin ki, insanlar qoyub səbəb nəticə, daha doğrusu addım və nəticə mexanizmini yaşasınlar. Qorunmağa çalışmayın heç bir insanı. Sevdiklərinizi bir yerə qədər siz dinləyə bilərsiniz, bir yerə qədər həll yolunu axtara bilərsiniz. Əvvəl-axır hər kəs öz seçdiyi yolu yaşayır. Soruşsan, o tipdə insanlar, sənin özün bəlkə də elə bir insansan, birə-bir. Soruşsan, nə vaxt axırıncı dəfə özünlə bağlı bir götür-qoy eləmirsən, oturmuşsan, düşünmüsən ki, mən həqiqətən necə hiss eləyirəm? Mənim dinlənilməyə ehtiyacım var. Mənim həqiqətən nəyə ehtiyacım var bu dəqiqə deyə? Ancaq varsa yoxsa siz başqalarını düşünün, başqalarını həll eləyin, başqalarının həyatını rahatlaşdırmağa çalışın. Bu artıq yaxşı insan olmaq deyil. Bu artıq ortada bir problemin olduğunu göstərir. Bu yaxşı bir insan olduğunuzu göstərmir. Ya da bu sizi kifayət qədər məsumlaşdırmır. Siz elə zənn eləyə bilərsiniz, amma əziyyət çəkirsiniz. Bu sizə yaxşı gəlmir. Elə bilirsiniz ki, başqalarını xoşbəxt eləməklə siz xoşbəxt olursunuz. O hiss etdiyiniz şey əslində içinizdəki müəyyən bir boşluğu doldurmağınızı zənn etməyinizin hissidir. Siz elə bilirsiniz ki, uşaqlıqdan gələn hər hansı bir boşluğunuzu bununla doldurdunuz. Üstə görünən nədir, amma xoşbəxt etdim, xoşbəxt oldum. Elə deyil. Bu düstur elə işləmir. Oturun, görün, bəs sizin nəyə ehtiyacınız var? Başqalarının hisslərini düzənləməkdən, səliqəyə salmaqdan özünüzə sıra gəlməyib. O başqaları da öz həyatında başroldur. İcazə verin o başrol olaraq öz məsuliyyətlərini özü daşısın. Bir yerə qədər əlindən tuta bilərsiniz. Amma hər zaman əlindən tuta bilməzsiniz heç kəsin. Hər kəs yeriməyi çox gözəl bacarır. Sizin də bacardığınız kimi. Siz necə ki, özünüzə dəstək ola bilirsinizsə, inanın ki, başqaları da özünə dəstək ola bilir. Hər zaman hər kəsin hər şeyə ehtiyacı yoxdur.
Amma siz dəstək qəbul etməyi də bacarmalısınız. Yəni ancaq mən verici olum, almayım, elə bir şey yoxdur. Mən güclüyəm demək deyil o. Mənim heç nəyə ehtiyacım yoxdur. Tək ki hər şey yaxşı olsun, mənim heç nəyə ehtiyacım yoxdur. Siz bundan güclü insan olmuş olmursunuz. Ancaq başqalarının hisslərini yükləmiş olursunuz özünüzə. Başqaları necədir, başqaları nəyi həll elədi, görürsən o bunu elədimi, indi görürsən necədir. İcazə verin, bu düşüncələri məsuliyyətli həmin insanlar yaşasınlar, düşünsünlər. Sizin özünüzün də özünüzə görə dərdləriniz var, sizin özünüzün də yaralarınız var, ehtiyaclarınız var, onları bəs kim görəcək? Siz görün ki, siz də görsünlər. Deyəcəksiniz ki, mənim ehtiyacım yoxdur, var. Hər bir insanın bu həyatda başqa bir insana, başqa bir dinləyiciyə, başqa bir səsə ehtiyacı var, bir hissə ehtiyacı var. Başqalarına necə ki, yaxşı gəldiyinizi düşünürsünüzsə, o hiss var, ötürüyünüz hiss. Onun da sizə gəlməyə ehtiyacınız var da, o da sizə gəlməlidir. Bunda pis bir şey yoxdur. Nə vaxt bu videonun bu hissəsinə sizə bir sual yönləndirmək istəyirəm. Axırıncı dönəmlərdən, son dönəmlərinizdə bir dənə baxın görün. Hiss etdiklərinizin neçə faizi həqiqətən öz problemlərinizlə və həqiqətən özünüzlə bağlı hissdir. Dərdiniz həqiqətən də özünüzlə bağlı bir dərddir. Başqasının sizə ötürdüyü dərd deyil, hiss deyil. Bir dənə düşünün görün, bu neçə faiz təşkil edirsin həyatınızda? Faizlərə bölün, baxın. Əgər çoxluq hissə başqasına yönəlikdirsə, siz artıq bu videodan sonra hərəkətə keçməlisiniz. Hər kəsin zamanı özünə görədir. Sizin də bu həyatda bir şansınız var, başqasının da. Başqasına xidmət eləməkdən özünüzə sıra gəlmir, amma ayılıb bir gün gözünün qarşısına keçib özünüzə baxanda ki, mən necə bir həyat yaşadım, nələrdən keçdim, orada özünüz uğrunda bir şeylər görməlisiniz, başqalarının yox. Başqaları bir gün çıxıb gedir, ana da olsa, ata da olsa, övlad belə olsa çıxıb gedir, hər kəs öz yolunu seçir. Bir də ayılırsan, gözündən baş-başa qalmısan, başqalarının elədiyinin qarşılığını gözləmədiyini bilirəm, amma başqalarının elədiyin o qədər də bir yer, istədiyin yerə qədər gedib çatmayıb axı heç. Heç ünvanına gedib çatmayıb. İnsanlar o qədər də sən düşündüyün qədər sənə minnətdar deyirlər. Danışdıqların bəlkə də havada qalıb. Bir qulaqdan eşidiblər, o birisindən buraxıblar, bəlkə də hardan bilirsən. Ona görə də bir yerə qədər lazımdır. Hər kəsin çünki tutumu fərqlidir. Sənin tutumunla eyni deyil hər kəsin tutumu. Yəni, sən əslində bir dənə də bax ki, hansı boşluğunu doldurmağa çalışırsan. İnsanları dinləməklə əslində özünün dinlənilmə ehtiyacını bağlamağa mı çalışırsan? Başqalarının problemlərini həll etməklə özündə həll olunmayan hansı məsələnin üstünü örtməyə çalışırsan? Bu ehtiyacları həddən artıq qarşılayan insanların bu ehtiyaclardan yaraları var. Ona görə də deyirəm ki, özünüzə də baxın, görün siz necəsiz bəs. Başqalarının hissləri qoyun başqalarında qalsın. Başqalarının hissləri qoyun özləri yaşasın onları. Siz onları özünüzə yük eləyib günlərlə onların dərdini çəkməyin. Çünki bununla nə onlar düzəlməyəcək, nə də siz özünüz həyatda irəli getməyəcəksiniz, xoşbəxt olmayacaqsınız. Bir də bu tip insanlar sərhəd qoya bilmirlər, yox deyə bilmirlər. Deyək ki, məsəl üçün, həqiqətən yaxşı deyil, o an qulaq asmaq istəmir də qarşısındakı insana, yox deyə bilmir. Mən sənə bu dəqiqə qulaq asa bilmərəm, heç özüm yaxşı deyiləm deyə bilmir. Çünki birdən o inciyər, birdən o pis olar. Amma ortada yəni yüklənirsən, sən artıq məhv olmağa doğru gedirsən, özünü bərbad hiss eləyirsən. Sənin təcili olaraq müdaxiləyə ehtiyacın var, təcili olaraq sənin dinlənilməyə ehtiyacın var, amma sən özünü görmürsən. Bəs sənə kim baxacaq? Bəs sən özünü kim ayağa qaldıracaq? Bu birinci sən olmalısan, sonra ətraf olmalıdır, sonra əlavə vasitələr olmalıdır. Ümid edirəm ki, bu videodan sonra artıq bol-bol özünlə vaxt keçirməyin qədrini bildiyin günlərin başlayar və başqalarının hisslərini özünə həddən artıq yükləməzsən. Çünki başqalarının hisslərini yükləyənlər nə onlara medal taxmayıblar, nə mükafatlanmayıblar, nə də ki, ümumiyyətlə, onlar həqiqətən də xoşbəxtliyin açarını tapmış insanlar deyirlər. Xidmətin də bir yeri var, bir limiti var, hər şeyin bu həyatda bir limiti var. Qədriniz bilinməyəcək, özünüzü parçalayarkən qədriniz bilinməyəcək. Özünüzün dəyərini bilin ki, öz hisslərinizi tanıyın ki, soruşsam ki, necə hiss edirsən? Bilmirəm. Bilmirəm ki, yaxşıyam da. Yaxşıyam sözünün altında qurcalasaq nələr çıxar?
O qədər özünüzdən uzaqlaşmısınız ki, artıq bunları eləyə-eləyə. Artıq nə hiss etdiyinizi belə bilmirsiniz. İcazə verin, hər kəs öz məsuliyyətlərini daşısın. İcazə verin, insanlar da sizə həmçinin dəstək olmaq istəyirlərsə olsunlar. Hər kəs bu həyatda öz missiyasını yerinə yetirə bilər. Və bu videonu artıq bu videonu 3-cü dəfə çəkirəm bu arada. Yəni yaddaşla bağlı problem yaşayıram. Bilmirəm bundan sonra mən başıma yenə eyni şey gələrmi, gəlməzmi? Bayaq mı dedim mən bu cümləni, yoxsa bu videoda işlətmişəmmiş, onu da unutdum. Amma yenə də deyim. Əgər siz sərhədlərinizi bildirəndə, əgər siz kifayət qədər eləyəndə, limiti aşmayanda, insanların dalınca həddən artıq qaçmayanda, sərt reaksiyalarla qarşılaşırsınızsa, bilin ki, qarşınızda yetkin yox, uşaq reaksiyası göstərən bir insan var. Çünki o kifayət qədər böyüməyib. Sizin yox dediyinizi, sizin kifayət qədər etdiyinizi başa düşən və sizə eyni formada reaksiya göstərən insan varsa, deməli o yetkin insandır və sizi həqiqətən də başa düşür. Bu normal bir şeydir. Çünki biz artıq böyük insanlara uşaq deyilik və bu olması gərəkən bir şeydir. Reaksiyalarınıza necə qarşılıq aldığınıza da baxın. Dəyərinizin necə müəyyənləşməsi sizdən asılıdır. Olduğunuz mühitlər dəyişə bilər, kontaktda olduğunuz insanlar dəyişə bilər. Yəni baxın, görün. Bugünə qədər nələr etdiniz. Bu videodan sonra bir dənə baxın, görün o etdiklərinizin nəticəsi nə olub. Nə qədər sirrəl aparıb. Biraz da həyat icazə verin, sizə xidmət eləsin. Çünki bu həyata gələn sizsiz. Həyatı yaşayan sizsiz. Hekayənizin qəhrəmanı sizsiz. Hər kəs kimi sizin də yaşamaq haqqınız var. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, yaxşı izah eləyə bildim, fikrimi tam çatdıra bildim. Növbəti videoda görüşənə qədər hələlik.